Hər kəsə salam qızlar. Bugün çox maraqlı bir vlog başlayıram. Mümkün qədər rahat paltar geyinmişəm, sport style. Çünki bugün nəhayət ki Nur Mebeldən sifariş elədiyim mebellər gələcək. Təzə evimin açarı ilə qalxıram yuxarı. Gəlin birlikdə baxaq. Hələ ki qızlar mebel gəlməyib, biraz gecikir. Mən isə sizə bu qəşəng təzə ruçkaları göstərim. Deyəsən göstərməmişəm sizə. Bundan əvvəl qızıl ruçkaları var idi. Burada fikirləşdim ki, belə qara ruçkaları daha gözəl və estetik görsənəcək. Ona görə dəyişdik. İndi isə əsas məsələ, yadınıza gəlirsə, burada sarı fason aboylar var idi. Hansılardan ki biz nəhayət ki azad olduq. İndi divarlarımız sadəcə ağdır, heç nəsiz. Lepka olunacaq, amma lepka hər şey quraşdırılandan sonra qərar verəcək, harda nə olacaq. Kondisionerimiz uje yerindədir. Belə bir markanın kondisioneri götürdüm. Əslində qara rəng istəyirdim əvvəl və düşünürəm ki, bu otaqda qara kondisioner daha gözəl görünəcəkdi. Amma istədiyimiz markanın qara modeli yox idi. Ona görə fikirləşdim, eybi yoxdur, hələ ağ olsun, bu da pis görsənmir. Qəşəng burada böyük pəncərəsi var. Burada rigger. Əvvəl sizə demişdim ki, riggerlə üzbəüz kravatı yerləşdirməyi istəyirik. İndi isə fikrimdən biraz dönmüşəm. Həm də gərəkləri oxudum. Fikirləşdim ki, yaxşısı bir divar boyu mebel yığaq. İndi mebel gələndən sonra sizə göstərəcəm. Mənim fikrimcə tam ağ otağa qara mat lüstr çox yaraşdı, dəhşət gözəldir və otağı tamamlayıb. Bu hədiyyədir. Deyəsən Ruslanın xalası ilə. Ruslan mən şəkillər atmışdı ki, hədiyyə olaraq lüstr almaq istəyirlər. Hansını alsınlar? Mən də bunu seçdim. Və yaxşı ki bunu seçdim, çünki qəşəng görünür burada. Təzə bina olduğuna görə divarların hündürlüyü də 3 metrdir. Bilmirəm, videodan hiss olunur və yaxud yox. Polun üstü hamısı tozdur. Buranı qəşəngcə yumaq lazımdır polları. Hər yer toz, torpaqdır. Məncə videoda çox da bilinmir. Amma polun rəngini də bəyənirəm. Çox tünd pol olanda, məsəl üçün qardaşım gildə pol dəhşət tünd rəngdədir və nə qədər pərvanə polu sirsə də yenə də çirkli görünür. Burada isə əksinədir. Hal-hazırda pol dəhşət çirklidir, amma bilinmir. Çünki rəngi belədir. Baxın, belə yaxından çəkim sizə. Baxın, belə bilinir. Nə qədər toz var burada. Rozetkaları da dəyişib. Məncə qara rozetkaları qoysaq daha yaxşı olar. Nə düşünürsünüz? Mütləq bölməsində yazın. İki daşın arasında Ruslan müəllim uje korladı divarı. Bilmirəm, görürsünüz və yaxud yox. Qapını indi tank çırpdı. Belə divarları saxlamaq həqiqətən çətindir. Mənə rəylərdə də yazırdılar. Yəni ki, ağlı olan belə eləməz, aboy vurar. Aboy deyərkən bu da aboy. Aha. Otaq boşdur deyə səsim exa verir. Gəlin səsi üstündən yazım. Yadınıza gəlirsə divarlar hamısı bu aboy idi, amma dəyişildi. 3 divar dəyişildi, biri qaldı. İndi başa salım niyə? Çünki bizim yeznəmiz ustaya dedi ki, onsuz da bu divar görsənməyəcək, dəniyinirik bunu dəyişib. Bir dənə divardı da, yəni ki, divarın yarısı da nə qalmışdı? Mebel patoloqa qədər olacaq. Dedi ki, onsuz da heç kim onu görməyəcək. Hə, heç kim görməyəcək, sadəcə mənim 100.000 izləyici görəcək, başqa heç kim. Burada deyirlər tənbəl olduğunu demədən göstər. Baxın, indi yan-yana olanda görürsünüz ki, o sarı aboylar nə dərəcədə tünd aboylardır. Əslində ilk görəndə mən fikirləşdim, bunlar da çox da tünd deyil, əslində qala da bilər, amma indi baxıram ki, ağ divarla necə də fərqlənir. Usta belə bir təklif irəli sürdü ki, hələ bu aboyların üstündən vurmaq olar rəng, sadəcə aboyları rəngləmək olar. Çünki aboylar gözəl yapışdırılmışdı. Tikişlər görsənmirdi, heç yerdən qopma yox idi. Amma məni bilirsiniz də, mən asant yolları axtarmıram, ona görə hamısını söktük. Hamısını deyəndə 3 divarım. Bu da mənim pəncərədən mənzərəm. Bugün sabah stəkanla bir stəkan kofe ilə vlogu başlayacağam bu mənzərə ilə. Görürsünüz qızlar, divarlar ağ olanda videoda necə qəşəng düşür. Baxmayaraq ki, nə işıq yoxdur, nə bir şey. Qabaq kamera ilə çəkirəm. Burada isə hələ ki echo var. Birazdan 10-15 dəqiqəyə mebeli gətirirlər. Gətirib quraşdırsınlar. Sizin üçün çəkib göstərəcəm bunu. Ən əsaslı ki, kameranı niyə görə yandırmışam? Heç yeri deyil, amma bunu sizə göstərmək istəyirəm. Bura gələrkən özümlə bu çantanı götürdüm və çantanın içində 1-2 dənə kosmetik vasitə. Yol boyu özümə baxmışam. O dərəcədə gözəl, mükəmməl, gözdə parıldayan tenlərim var. Bu palet mütləq sizdə də olmalıdır. Ümumiyyətlə Şıqlamın məhsullara mən həqiqətən heyranam.
Amma çox təəssüf ki, videoda bu möhtəşəm parıltı heç bilinmir. Kim görürsə soruşur məndən. Mənə dediyi vaxtdan daha tez hazırladılar və dediyi vaxtında gəlib indi quraşdıracaqlar. Kosmetikalarım varlar, burada olacaqdı. Qəşəng hündür tamam. Və dam. Dəhşət bəyəndim qızlar. Kravatı tam mənim istədiyim kimi şəkil atmışdım. Eyni birə-bir. Mən istədiyim kimi yığıblar. İstəyirdim bu kraqlar mümkün qədər pışlı olsun, qəşəng dursun. İstədiyim rəng. Bilirsiniz, şəkildə ağ idi. Amma sadəcə mən düşündüm ki, divarlarda ağ, mebeldə ağ yaxşı görsənməyəcək. Belə boz rəngini seçdim. Bizə Gülnar xanım da kömək elədi. Qəşəng zövqü var. Dedi ki, ağla qəşəng görsənəcək və həqiqətən düz deyirdim. Mən biraz çətin model yığmışam. Nə baxımdan? Burada belə siyirmələr var. Bu da əlavə olaraq işdir. Düzdür, biraz tozludur buralar. Silməliyəm. İndi köçəndən sonra tam olaraq təmizləyəcəm. Paltarlarımı yerləşdirəcəm. Mən belə sirmələri istəyirdim və gözəl mexanizmi qoyublar. Dəhşət keyfiyyətli və möhtəşəm. Deməli, burada nələr yığacam? Naskidir, qalqotkadır, xırda-xuruş şeylərdir. Ən əsasdakı pijamalar yığmaq istəyirəm. Qatdalayıb, səliqəli. Heç mən bunu deməmişəm, amma buradakı, nə deyirlər buna? Asılqan qara mat rəngdədir. Tam mənim ruçkalarıma uyğun. Yuxarıda isə 2 dənə belə polkadır. Burada da misal üçün qışda yay paltarları qoyacağım bura, orqanayzerin içində. Yayda isə qış paltarları və yaxud giymədiklərim. Burada patologlar 3 metrdir və buna baxmayaraq antresol da deyirlər buna. Burada yuxarıda belə patoloqa qədər polkalar yığdırmışam. Məncə çox zövqlü və gözəl görünür. Siz də mütləq öz fikrinizi rey bölməsində yazın. Ən əsasdakı stık da bir dənə baxın necə gözəl geometriya və səliqə. Bu qədər bəyənəcəyimi heç təsəvvür eləmirdim həqiqətən. Ortopedik döşəkdir, gözəl. Uzunluğu standartdır, 1,62 metrədir. Parçasını da özüm seçmişəm. Biraz tünd istəyirdim, amma nə yaxşı ki, tünd seçmədim. Hələ bu rəngini götürməli oldum. Zakazla mebel yığmağın ən əsas müsbət cəhəti bilirsiniz nədir? Tam istədiyiniz kimi olur. Misal üçün bu ruçkaları mən Pinterestdə görmüşdüm. Xoşuma gəlmişdi və istəyirdim ki, eyni belə ruçkalar olsun. Və nəhayət ki, bunlar buradadır. Sol və sağ tərəfdə eyni şkaflardır. Bunları təkrar göstərməyə ehtiyac var və yaxud yoxdur, bilmirəm. Misal üçün bu ştanqanı biraz yuxarıdan qoymağını istəmişəm. Bilirsiniz niyə? Burada misal üçün paltarlar asılacaq. Və asıldığı paltarlar hardasa buraya can olacaq. Burada isə mənim kiçik çantalarım, minoş çantalarım var. Onları bir-bir yerləşdirəcəm. Həm göz qabağımda olacaq, həm də ki, qəşəng səliqəli. Baxın, misal üçün burada riger var. Amma çox səliqəli. Buna baxmayaraq, baxın, belə mebel yığılıb. İndi köçəndə təkrar biz buraları siləcəyik mütləq. Pərdəmiz hələ yoxdur, bu sırf günəşlikdir. Fikirləşdim, əvvəl mebel gəlsin, sonra qərar alım ki, hansı pərdə bura yaxşı olacaq. Burada da uzun paltarlarımı asacağım bir-bir. Bunun içində rozetkası var, belə bir siyirməsi var. Düşünürəm ki, nə qədər paltarım var, hamısı burada qəşəngcə yerləşəcək. Nur Mebel Maşdağada yerləşir və onların Instagramı bu videonun altında sizin üçün yerləşdirəcəm. Yarandığı lüboy sualları ünvanlaya bilərsiniz. Pinterestdə lüboy model hansı ki sizin xoşunuza gəlirsə, sadəcə onlara atırsınız və tam birə-birini sizin üçün yığırlar. İndi isə əsas məqam qiymət. Mebelin hamısının qiyməti 3800 manatdır. Sifariş eləməkdən əvvəl mən bazarı araşdırmışam. Qiymətləri müqayisə elədim və ən uyğun qiymət Nur Mebeldə idi. Kravat bu arada bazalıdır. Bu keyfiyyətdə yalnız kravat digər yerlərdə 1500-ə başa gəlirdi. Düzdür, bu yumşaq hissələri daha balaca eləməyinə daha münasib eləmək olardı. Amma mən fikirləşdim ki, belə olsun, yaxşı olsun. Və bu gözəl ortopedik döşək tam olaraq mənə hədiyyə olundu. Həm satış təmsilçisi Gülnar xanım, həm Rövşən bəy öz işini mükəmməl görürlər. Tam ürəyinə sizə məsləhət görə bilirəm. Əlavə olaraq ora gedib mənim səhifəmdən
üzərindən gördüyünüzü qeyd eləsəz, əlavə olaraq 10% endirim qazanmış olacaqsınız. Həm bir kartını ala bilirsiniz, həm hissə ödəmə imkanları var, həm rayonlara çatdırılma var. Fərqi yoxdur harda yaşayırsınız. Lüboy bölgəyə çatdırılması var. Bu komodun içinə isə kosmetikanın hamısını yerləşdirə biləcəm. Çünki izləyicilərim artıq narahat idi ki, bu komoda yerləşməyəcək, bu makyaj masası sənin üçün balacadır, narahat olmayın, böyük komod var. Hamısını bir-bir yerləşdirəcəyik birlikdə. İndi yaxın zamanlarda inşallah bu güzgüdə çoxlu sizlə salamlaşacağam və yaxud sağollaşacağam. Kakras qəşəng düşür buradan. Hazırlaşarkən burada videoları çəkəcəm. Bir sözlə təzə həyata demək olar ki, hazıram. İndi keçirik digər otağa. Gəlin buranı da göstərim sizə. Tam olaraq house tour olsun. Mətbəx zal bir yerdədir və burada açılan çox gözəl böyük divan var. Həm dolab kimi istifadə eləmək olur, çünki bazalıdır, həm də ki qonaq gələndə burada yata bilər. Mətbəxdə olan əşyaları hamısını mənim qaynanam alıb. Hələ yaxşı ki bu divan belə tünd rəngdədir. Açıq olsaydı tez bulaşacaq idi. Gərək qızlar, mən bu videonu çəkəndə, çəkilişə gələndə daha doğrusu özümdən işığı da götürərdim, çünki biraz qaranlıq kimi düşüb videoda. Bu başdan sizdən üzr istəyirəm, bəlalandı, neyim? Deməli, yataq otağında olan aboylardan eynisi buradadır. Bu mənzili alarkən uca aboylar var idi, yapışdırılmışdı. Mən videoda dedim ki, bu evdə hardasa 2 il yaşamaq planlaşdırırıq. Ondan sonra rəylərdə suallar başlayıb ki, yəqin ki, kirayə evdir və s. belə suallar var idi. Yox, qızlar, kirayə deyil. Nişanlım bu mənzili özü alıb, hardasa bir 4 ay bundan əvvəl. Və burada hal-hazırda heç kim yaşamır. Ona görə rahatlıqca bura gəlib, nəsə iş görə bilərik və yaxud buradan keçəndə mən hansısa bir aldığım cehiz kimi qırağa qoyulacaq əşyaları bura atıram, gedirəm işlərimin dalınca. Burada görürsünüz məsafə var və mətbəx azdır. Mən də təklif eləyirəm ki, bir belə şkafçıq burada da yığaq, ondan sonra gəlsin xaladelnik, soyuducu ondan sonra olsun. Məncə yaxşı bir fikirdir. Sadəcə eyni bu materialdan, eyni bu rəngdən düzəltmək olacaq və yaxud yox, bilmirəm. Bir də ki, burada yuxarı hissəsində düşünürəm ki, patoloka qədər mebel yığmaq olar. O da yaxşı fikirdir. Sadəcə hamı mənə deyir ki, siz burada o qədər də uzun müddət yaşamayacaqsınız, ona görə mənası yoxdur, eləmə və s. Ona görə qalmışam, belə fikirləşdim, sizin də məsləhətini aldım. Moykanı 100% dəyişəcək, hətta Temudan seçmişəm hansı moyka istəyirəm. Buradakı üst bunda dəyişiləcək. Qaz çox güman ki qalacaq. Yəni ki, yüngülvari əl gəzdirmək istəyirik. Çox şey qalacaq yerində olduğu kimi. Ümumiyyətlə, sizə maraqlı olan bir sualı çəkinmədən, utanmadan verə bilərsiniz rəylərdə. Bu sualı cavablandırmaq etikdir və yaxud deyil. Özüm qərar verib sizə maraqlı olan mövzuları açıqlama verəcəm videolarda. Mənə həqiqətən çatmır insanlar hansılar ki rəylərə əsəbləşirlər. Misal üçün, mən də bir izləyici olsam, mənə də maraqlı olar ki, o ev kirayədir, yoxsa sizin şəxsi mülkünüzdür. Neçəyə aldınız maşını, evi neçəyə aldınız? Mənə maraqlı gələr, mən də soruşaram və burada ayıb bir şey görmürəm. İstəsə insan cavablandırar, istəməsə yox. Ona görə maraqlı mövzularda suallarınızı çəkinmədən ünvanlaya bilərsiniz rəylərdə. Ev deməli bir otaqlıdır, bir balaca koridoru, bu otaq, birdəki yataq, birdəki vanna, tualet. Vanna otağını bilmirəm nə dərəcədə göstərməyə etikaya uyğundur, ona görə çəkmədim. Əslində orada da qeyri-adi bir şey yoxdur, hər şey sadə və simpledir. Balkonun qapısı belə panorama fason olduğunu çox bəyəndim. Kondisioner isə burada da var, uca quraşdırılıb. Temudan 2 dənə lüster sifariş eləmişdim, demişəm sizə keçən vloglardan birində və o da artıq gəlib. İndi gedib gələn nöqtəsindən götürüb mən açıb göstərməliyəm həm sizə, həm də ki biz bura quraşdırmalıyıq, çünki hal-hazırda çox da otaq işıqlı deyil. Yaxın zamanlarda o haqqda da video olacaq. Keçən dəfə mən sizə yataq otağını göstərəndə hamı yazırdı ki, imенно kravatı o küncə yığma. Mən də elə eləmədim. Gördüyünüz kimi kravat indi yataq otağın ortasındadır və hamı məsləhət gördü. Mən də sizin məsləhətlərə bu arada qulaq asıram. Ən əsasdakı mənim yaralı yerim burada parkinq üçün ən qədər yer var. Yəni ki, istədim axşam, istədim səhər, nə vaxt gəlsəm də maşın saxlamağa burada yer var. Alleluya, ura. Bunu mən həqiqətən çox manifestləmişəm. Lazımlı əşyalar yavaş-yavaş alınır və aldıqca da bura gətirib qoyuram. Alarkən isə hər dəfə çalışıram sizin üçün video çəkim, göstərim. Qəşəng böyük paltar
paltar yuyan var, 7 kiloluq. Bunu mən almamışam. Xladilnik olsun, bunu da mən almamışam. İkisi də təptəzədir, işlədərik birlikdə. Sizinlə ortaq işlədəcəm. İndi sizin fikrində soruşum. Mən istəyirəm bura süfrə alım limonlu Temudan. Mama istəyir, lazım deyil, çox çuşkarski görsənir. Belə baxıram. Nə yaxşı ki biz ruçkaları dəyişdik. Qara ruçkalarla bu ağ qapılar dəhşət zövqlü və gözəl görünür. Bir dənə baxın. Bunun əvvəlkilər qızılı idi və heç yaraşmırdı bu qapılara. Bu da mən və mənim sevimli tüklü naskilərim. Ev balaca böyük, mənim üçün şəxsən fərqlənmir. Əsas odur ki, biz ayrı yaşayacağıq. Öz evimizdə və yavaş-yavaş hər şey super olacaq. Bundan da gözəl olacaq hər şey. Buna əminəm və manifestləyirəm. Bir də ki, bəzən rəylərdə qızlar yazırlar. Mən də ailə qurmaq istəyirəm, mən də alınmır. Görəsən nəyi düzgün eləmirəm, necə düzgün manifestləmək lazımdır. Ümumiyyətlə, bu mövzu sizə maraqlıdırsa, mən bir vlogda buna vaxt ayırıb sizə ətraflı danışacağam. Nəyə diqqət yetirmək lazımdır və necə düzgün manifestləmək. Bugünlük isə bu qədər. Çox sağ olun ki, bu qısa videonu axıra qədər izlədiniz. Sadəcə daha uzatmaq mənası yoxdur. Özünüzə yaxşı baxın. Pakam.